Ölülərə qonaq getmişdim. Böyük, tərtəmiz sərdabə idi və içində bir neçə tabut olsa da yer çox qalmışdı. İki tabutun da ağzı açıq idi. Onların içi yığışdırılmamış çarpayıya bənzəyirdi. Sanki kimsə yenicə yataqdan qalxıb getmişdi. Bir qədər kənarda yazı masası vardı və onun arxasında da cüssəli bir kişi oturmuşdu. Sağ əlində qələm tutmuşdu. Sanki yenicə nəyisə yazıb qurtarmışdı. Sol əli ilə döş cibindəki saatın zəncirini oynadırdı. Başını da masaya tərəf əymişdi. Qulluqçu qız oranı süpürürdü. Halbuki süpürüləsi heç nə yox idi. Maraq mənə güc gəldi və onun sifətini gizlədən yaylığın ucunu qaldırdım. Üzünü indi görə bildim. Nə vaxtsa tanıdığım yəhudi qızı idi. Dümağ toppuş yanaqları, yumru qara gözləri vardı. Onu yaşlı arvada oxşadan yaylığın arxasından üzümə baxıb güləndə soruşdum. Burada məsəkə çıxarırsınız? Bəli dedi. Məsəkə kimi bir şeydir. Elə gördüyün kimidir. Sonra yazı masasının arxasında oturmuş kişini göstərdi. Ged ona salam ver. Buranın ağası odur. Nə qədər ki onunla salamlaşmayıbsan, səninlə danışmağa ixtiyarım yoxdur. Axı o kimdir? Deyə yavaşdan soruşdum. Fransalı zadəcandır. Adı da De Poitondur. O bura necə gəlib çıxıb? Bilmirəm dedi. Burada hər şey bir-birinə qarışıb. Kimsə gəlib qayda yaratmalıdır. Onu gözləyirik. Bəlkə sən həmin adamsan? Yox dedim. Çox yaxşı. Elə isə kişinin yanına get. Ona tərəf gedib baş əydim. Başını qaldırmadığı üçün yalnız dağınıq saçlarını görə bilirdim. Axşamınız xeyir dedim. Ancaq qımıldanmadı. Masanın kənarı ilə balaca bir pişik dövrə vururdu. Sanki onun qoynundan ora düşmüşdü və oraya da qayıdıb yoxa çıxdı. Ola bilsin kişi bayaqdan saatın zəncirinə deyil, masanın altına baxırmış. Bura necə gəlib çıxdığımı ona başa salmaq istədim. Amma qız pencəyimin ətəyindən dartaraq pıçıldadı. Bu kifayətdir. Sevinərək qıza tərəf döndüm və əl-ələ verib sərdabədə gəzməyə başladıq. Süpürgə mənə mane olurdu. Bu süpürgəni at geçsin dedim. Yox, xahiş edirəm. Qoy qalsın. Görmürsən ki, buranı süpürmək çətin deyil. Əksinə, bəzi üstünlükləri var. Onlardan əl çəkə bilmərəm. Yeri gəlmişkən, burada qalacaqsan, deyə söhbəti dəyişmək istədi. Sənin xəttindən məmnuniyyətlə qalaram deyə uzada cavab verdim. Sevgililər kimi bir-birimizə sığına gedirdik. Qal dedi. Səndən ötürü yaman darıxmışam. Bəlkə də qorxursan. Ancaq bura fikirləşdiyin qədər də pis deyil. Axı burada olanların bizə nə dəxli? Bir anlığa sustuq. İndi əllərimizi buraxıb qucaqlaşmışdıq. Əsas yolla irəliləyirdik. Sağ-sol tabutla dolu idi. Sərdabə böyük görünürdü. Böyük olmasa da uzun idi. İçəri qaranlıq olsa da görmək olurdu. Sanki şər qarışmışdı. Ancaq biz olan yerdə yan yörəmizi seçə bilirdik. Qəflətən dilləndi. Gəl, sənə tabutumu göstərəcəm. Heyrətə gəldim. Sən ki ölməmsən? Elədir dedi. Ancaq həqiqət xatirinə deməliyəm ki, buraları yaxşı tanımıram. Ona görə də sənin gəlişinə çox sevindim. Bu dəqiqə hər şeyi başa düşəcəksən. Bəlkə də indi hər şeyi məndən yaxşı görürsən. Ancaq bütün bunlara baxmayaraq mənim tabutum var. Sağ tərəfə döndük, ayrı bir yolla yenə də cərcə düzülmüş tabutların arası ilə irəlilədik. Bunların hamısı mənə nə vaxtsa görmüş olduğum şərab zirzəmisini xatırlatdı. Yolda balaca, eni heç 1 metrə çatmayan, ancaq iti axan bir çaya da rast gəldik. Axırda qızın tabutuna çatdıq. İçi zərif tiftişli yastıqlarla döşənmişdi. Qız onun içinə girib şəhadət barmağı ilə mənə işarə etsə də, əslində baxışları ilə yanına apardı. Qəşəng qız, deyə yastığı onun başının altından götürdüm. Əlimi yumşaq saçlarının altına qoydum. Sənin yanında qala bilmərəm. Bu sərdabədə bir nəfərlə söhbət etməliyəm. Bəlkə onu tapmaqda mənə kömək edəsən. Onunla söhbət etməlisən? Axı burada heç nəyə məcburiyyət yoxdur. Mən buralı deyiləm dedim. Elə bilirsən buradan çıxıb gedə biləcəksən? Əlbəttə. Onda əbəs yerə vaxt itirmə, deyərək yastığın altında nəsə axtarmağa başladı və oradan bir köynək çıxartdı. Bu mənim əcəl köynəyimdir dedi və onu mənə tərəf uzatdı. Ancaq hələ geyinməmişəm.